Fəaliyyət küçəsinin mərkəzində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin binasının memarlığı haqqında danışacağıq bugün. Qonağımız memar Nigar Seyiddir. Nigar xanım, istəyərdim bilin, bu binanın memarlığı haqqında nə deyə bilərsiniz? Binanın memarlığından günlərlə danışmaq olar. Çünki Bakının ən gözəl memarlıq nümunələrindən biridir. Öz stilistik sistemini əks etdirən binanın fasadında olduğu kimi, memarın gözəl xətti daxili məkanda da hiss olunur. Marşların yanında sürahinin əvəzinə pillə səciyyəli, qabarıq işlənmiş klassik elementlərlə iri mərmər bloklar təqdim olunub. Sürahilər piyedestalda qırmızı rəngli mərmər sütunlarla tamamlanır. Sütunlar arasında orijinal naxışlı sürahilər qoyulub. Pilləkən 3 marşlıdır. İkinci mərtəbədəki pilləkən marşları təntənəli ifadə olunmuş, iki tərəfdən işıqlanan iclas zalı olan geniş avanzala baxır. Binanın fasadı zəngin heykəltaraşlıq dekorasiyası ilə seçilir. Şirlər, qrifonlar və maskaronlar gücü, müdafiəni və müdrikliyi simvolizə edir. Gerb qalxanlar və kartuşlar isə binanın rəsmi xarakterini vurğulayır. Antablimit girlandlar və yarpaq ornamentləri ilə bəzədilmiş divarlar isə klassik order sistemi ilə qurulmuşdur. Zeytun ağacı memarlıq simvolikasında sülh və anlaşmanı ifadə edir. Sülhün, razılığın, ədalətin və abad şəhər həyatının təcəssümüdür. Dəfnə yarpağı formalı bəzəklər isə qədim Yunan ənənəsinə istinad edir. Mozaik döşəmələrə gəldikdə isə döşəmələr mərmər qırıntılarından mozaika texnikasında hazırlanmışdır. Ornament barzullarında sonsuzluğu simvolizə edən dalğavari meandr bitki motivləri işlənmişdir.